Salam əziz dostlar, xoş gördük hər birinizi. Bir daha Allah günlərinizi daha xeyirli eləsin. Allah bu ayın bərəkətinə xatir, mərhəmətinə xatir dünyadan köçüb gözü bizim səvab əməllərimizdə olan əzizlərimizin ruhlarını şad eləsin, xüsusən şəhidlərimizin ruhlarını şad eləsin və bizdən razı qərar versin. Biz insanın fitrəti haqqında danışırdıq. Günah və günahkarlıq idi mövzumuz. Necə olur insan günah eləyir, insan yaradılış etibarilə necə bir varlıqdır. Qeyd etmişdik ki, insan yaradılış etibarilə özünü tanımalıdır. İnsan necə yaradılıb, insanın vücudunda hansı sistem qurulub və qeyd etmişdik ki, insan fitrətən xeyrə meyilli bir varlıqdır. İnsana baxsaq görürük ki, bütün hərəkətləri yalnız və yalnız ləzzət almağı üçündür, rahatlığı üçündür. Maraqlı bir varlıqdır insan. Nə edirsə rahatlığı üçün edir. Günah edir, yaxşı iş edir, münasibət qurur, dostluq eləyir, ailə qurur, evlad sahibi olur. Nə iş görürsə maksimum öz rahatlığını düşünür, edir. Öz ləzzətini düşünür, edir. Həmişə özündə nəyisə artırmaq istəyir. Həmişə çalışır ki, məndə nəsə artsın. Həmişə toplamaq istəyir, ucalmaq istəyir. Hörmət axtarışındadır. Heç bir insan hörmətsiz olmağı qəbul etmir. Hörmətinin sındırılmasını qəbul eləmir. Yalnız çalışır ki, ucalsın, inkişaf eləsin. Gələcəyə doğru böyük addımlar atmaq istəyir. Arzuları var bu insanın. Arzulayır. Daha böyük dəyərlərə sahib olmaq istəyir. Deməli, bunun daxilində elə bir qurulmuş sistem var ki, bu daxilən meyillidir. Üstün olmağa, hörmətli olmağa, rahat yaşamağa, izzətli olmağa və həyatının bütün səhnələrindən ləzzət almaq istəyi var bunun daxilində. Əgər bu istəklərin, bu misalların istəyi insan köksündə yoxdursa əgər, insan ruhunda yoxdursa, hansı vasitələr səbəb olur ki, hansı güc, hansı qüdrət səbəb olur ki, insan bu xüsusiyyətlərə tərəf addımlasın, bu xüsusiyyətlərə tərəf getsin. Deməli, insan daxilində ucalığa doğru hərəkət etmək meyli var. Allah insanı çox gözəl yaradıb. Hədis-i qüdsi buyurur, mən insanı yaratdım və onu özüm kimi etmək istədim. İnsanı yaratdım, sonra insana müraciət edir. Buyurur ki, səni istəyirəm, elə eləyim ki, mənim kimi olasan. Yəni, ucu olasan, ehtiyacsız olasan, həmişə izzətli olasan, heç vaxt aciz olmayasan. Görürsünüz, Allah insanı özü kimi etmək istəyir. Bağışlamağa böyük ürəyin olsun. Qüdrətin olsun, qəlbində bir qüdrətin olsun ki, heç bir güc, qüdrət sahibləri sənin bu qüdrəti və zərrə qədər də olsa belə ləkə gətirə bilməsinlər. Allah insanı belə yaradıb. Deyir, istəyirəm, sən özüm kimi olasan. Sənin yaradıcılığın olsun. Elə bir ürəyin olsun, elə bir düşüncə tərzinə sahib olasan ki, sən yaşayıb, köçüb getdiyin dünyada bir iz qoyasan, o iz insanlar üçün hidayət yoluna çevrilsin. Amma bizə çatdırmaq istəyir Allah ki, həm də bununla yanaşı sizin maddi tərəfləriniz də var. Bunu da nəzərə alın. Bu rahatlıq istəyini kiçiltməyin, minimum həddə endirməyin. Çalışın böyük dəyərlərlə rahatlıq tapasınız. Çalışın böyük dəyərlərlə ləzzət alasınız. Axı, mən dedim, sizi özüm kimi etmək istəyirəm. Sizin daxilinizdə elə bir nizam qurmuşam ki, o quruluş birbaşa sizi mənə bağlayacaq. Amma məbadə siz kiçik ləzzətlərlə
həyatınızda başınızı qatasız. Kiçik ləzzətlərlə başınızı qatsaz, sizi bu nizamdan uzaqlaşdıracaq. Sizi köklü dəyərinizdən uzaqlaşdıracaq. Və hər şey sizə qəm verəcək. Qeyd etmişdik ki, Allah buyurur, daimi olaraq məni zikr eləyin, məni xatırlayın. Ya eyyuhəl-ləzīnə əmənuskurullaha zikrən kəsirə, bukrətən və əsila. Daimi olaraq yad eləyin məni. Daimi olaraq dilinizdə məni zikr etməyinizi istəmirəm. Dilinizdə başqası ilə danışsaz da, başqası ilə danışmağınızın kökünü, əsasını mənə görəlik təşkil eləsin. Mənə xatirlik, Allaha xatirlik təşkil eləsin. Evladınızı sevməyinizin əsasını Allaha olan bağlantınız təşkil eləsin. Ailənizə olan diqqəti Allaha olan bağlılığınız təşkil eləsin. Mənim iradəmlə yaşayın yalnız. Peyğəmbər buyurur ki, mənim əhl-i beytimin misalı Nuhun gəmisinin misalı kimidir. Maraqlı sözdür. Əhl-i beyt haqqında buyurur. Həzrət Əli, Fatimə, Həsən, Hüseyin və onların pak evladları. Niyə əhl-i beytin misalı Nuhun gəmisinin misalı kimidir? Çünki yeganə gəmidir. Dünyada yeganə gəmi olub ki, o gəminin sükanı olmayıb. Bütün gəmilərin sükanı var, kapitan idarə eləyir, amma bu gəminin sükanı olmayıb. Nuh Peyğəmbər özü də bilmirdi gəmi hara gedəcək, hansı istiqamətə gedəcək. O gəmi birbaşa Allahın iradəsi ilə hərəkət eləyirdi. Allah hansı istiqamətə yönəldirdisə, gəmi həmin istiqamətə gedirdi. Və Peyğəmbər buyurur ki, əhl-i beytimin misalı, yəni Əlinin misalı Nuhun gəmisinin misalı kimidir. Əli öz istəkləri ilə hərəkət etmir, Allahın iradəsi əsasında hərəkət edir. Ona görə Peyğəmbər buyurur ki, onların ardıca düşün ki, onların ixtiyarı Allahın əlindədir. Sizin son mənziliniz Allahın qapısında qurulacaq. Sizin son məqsədiniz, yolunuzun sonu Allahın qapısında qurulacaq. Fatimənin ardıca düşün ki, Allahın radiyallahu anhu və radu ən məqamına gəlib yetişə biləsiniz. Allah onlardan razı qaldı, onlar da Allahdan razıdırlar. Fatimə mərziyyədir, Allahın iradəsi ilə hərəkət edib. Bir an belə Allahdan gözün çəkmədiyi üçün Allah Fatimədən razı qalıb. Bu yola düşün, bu sistemdən ayrılmayın. Bu sistemdən ayrılan kimi sizi maddi ləzzətlər özündə qərq eləyəcək və siz yolu itirəcəksiniz, zəhərləyəcəksiniz bu müvəqqəti ləzzətlər. Qayıdın öz fitrətinizə. Başqa bir hədis buyurur ki, Peyğəmbər buyurur, təxəlləqu bi əxlaqillah, Allah əxlaqı ilə əxlaqlanın, yəni Allah xasiyyətli olun. İsa Peyğəmbərdən soruşdular ki, ya İsa, kimlərlə oturub duraq, kimlərlə dostluq eləyək, kimlərlə əyləşək, məclislərimizi kimlərdən ibarət eləyək? İsa Peyğəmbər buyurdu ki, elə insanlarla əyləşin, oturun, durun ki, onları görmək sizə Allahı xatırlasın. Yəni, sizi qaytarsın o yaradılışa, sizi yaradan varlığa tərəf qaytarsın. Sizin yadınıza Allaha salsın. Allah insanın yadında olarsa, insan özünü dünyada tapa bilər. Ən kamil insan odur, ən ağıllı insan odur ki, nə vaxt harada olacağını, harada oturacağını, harada duracağını düzgün təyin edir. Baxın, Quran-ı Kərim nə buyurur? Yəzkurunəllahə qiyamən və qu'udən və alə cunubihim. Onlar oturduqları halda, ayaq üstə olduqları halda, istirahat etdikləri vaxt, uzandıqları halda Allahı xatırlayarlar yalnız. Bunlar yaşayışı dayandırıb yeni bir yaşayış təqdim eləmirlər. Bunlar da adi insanlar kimi yaşayırlar.
Yeyirlər, içirlər, yatırlar, istirahat edirlər, oyanırlar, işləyirlər, ruzi qazanırlar. Amma bunların bütün bu işlərinin əsasını Allah təşkil eləyir. Yəzkurunallaha qiyaman və qu'udən. Oturduqları halda, ayaq üstü olduqları halda. Görün sonra nə verəcək? Bu xüsusiyyət nə bəxş eləyəcək bu insanlara? Ayaq üstü olduqları halda, oturduqları halda, uzandıqları halda Allah'ı zikr edirlər. Bu Allah'ı yad etmək, bu sistemdən uzaqlaşmamaq nə bəxş elədi onlara? Allah özü buyurur ayənin ardınca. وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ. O qədər Allah'ı yad etdilər, o qədər dərindən baxdılar Allah'ın yaradılışına və xatırladılar Allah'ı. Nə nəticəyə gəldilər? Və yetefekkerun fi xalqis semawati vel arz. Allah'ın yarattığı göylər və yer haqqında düşünməyə başladılar. Sonra belə dedilər: Rabbena ma xalaqta haza batila. Ey bizim Rəbbimiz, ey bizim Rəbbimiz, yəni ey bizim ruhumuzu, bizim varlığımızı incəliklə işləyən, ey bizim vücudumuzu an böyüdən, ey bizim varlığımız üzərində çox incəliklə işləyən, bizi böyüdən, bizi tərbiyələndirən, ma xalaqta haza batila. Bu nəticəyə gəldik. Sən bu yaratdıqlarını boş yerə yaratmamısan. Bu nəticəyə gələndən sonra insan əvvəl özü haqqında bu nəticəyə gəlmədi ki, ilahi, sən məni boş şeylər üçün yaratmamısan, sən məni ali hədəflər üçün yaratmısan, sən məni ucalıq üçün yaratmısan. Kiçik neymətlərdən halal da olsa belə, kiçik neymətlərin ləzzətində qərq olmaq üçün yaratmamısan məni. Elə bir ləzzətlərdə qərq olmalıyam ki, o ləzzət əbədi olsun. Ziyarətdə İmam Hüseynə salam veririk. Sonra belə bir cümlə var ardınca. Çox maraqlı cümlədir. Görün nə gözəldir. Əsselamu aleyküm ya cəmi'a şühədai və rəhmətullahi və bərəkatuhu. Salam veririk İmam Hüseynə və bütün Kərbəla şəhidlərinə. Ya leytənə, ey kaş biz də necə olardıq? Ya leytənə kunna ma'akum fənnəfuzə fəvzən azima. Ey kaş biz də sizlə birgə olardıq. Sizin daddığınız əbədi şəhadət ləzzətini biz də dadardıq. Görün nə gözəl salamdır. Görün nə gözəl yanaşmadır. Peyğəmbər buyurmuşdu, Əhl-i Beytin misalı Nuhun gəmisinin misalı kimidir. Hüseynin iradəsi Allahın əlində idi. Ey kaş biz də Hüseynə qoşulardıq və biz də Hüseynin əbədi ləzzətdə, qərq olduğu ləzzətdə, biz də o ləzzətdə qərq olardıq. Bu məhdud ləzzətlərdən xilas ola bilərdik. Kaş biz də onlarla birgə olardıq. Keçdi o dövr, o zaman bitdi. Biz artıq İmam Hüseynlə birgə ola bilmərik. Biz artıq İmam Hüseynin şəhidlərinin sırasında yer ala bilmərik. Biz onların xüsusiyyətlərini özümüzdə formalaşdıra bilmərik. Yolu budur. Allahın iradəsini bütün hərəkətlərimə, düşüncələrimə, yaşayışıma hakim eləsəm, istənilən zamanda yaşasam da belə, mənim yaşayışım İmam Hüseyn əleyhissalamın yolunda, yanında yaşayanların yaşayışı kimi olacaq. İstənilən zamanda yaşasam. Deməli, köklü şəkildə Allahın bizim daxilimizdə qurduğu sistemə baxmalıyıq. O sistemdən çıxmamaq lazımdır günah etməmək üçün. Günah hər hansı bir şəri qaydanı pozmaq deyil. Günah Allahdan uzaqlıqdır. Şəri qaydanı pozmağın əsas səbəbi Allahdan özümüzü ayırmağımızdır. Özümüzü Allahdan ayırdıqdan sonra hər hansı bir şəri qaydanı da pozmuş olsaq günahkarıq, o qaydanı pozmasaq da günahkar hesab olunmuş oluruq. O səbəbdən də qayıtmalıyıq özümüzə. Mən ərəfə nəfsə, fəqad ərəfə Rəbbə. Hər kəs özünü tanısa, Rəbbini tanıyacaq. Duaların birində var. Deyirlər, bu duanı İmam Zaman əleyhissalamın qeybət dövründə çox oxuyun. Yəni, zuhurundan öncə çox oxuyun. Allahümmə ərrifni nəfsək. İlahi, mənə özünü tanıtdır
Və in ləm tuarrifni nəfsək, əgər özünü mənə tanıtdırmasan, mən sənin Peyğəmbərimi tanıya bilməyəcəyəm. Peyğəmbərimi tanıya bilməyəcəyəmsə, özüm üçün başqa yol göstərənlər mütləq təyin edəcəyəm. İnsan boş qala bilmir. Biz dedik ki, insan daimi olaraq hərəkətdədir. Daimi olaraq hərəkətdə olduğu üçün mütləq yol göstərəni tez təyin etməlidir ki, digərlərinin tabiçiliyində olmasın və o tabiçilikdə olmaq özü günahkarlıq haldır. Allahın vilayətindən çıxan kimi insan artıq ya nəfsin, ya şeytanın, ya şeytan xüsusiyyətli insanların əsarətinə keçir və burada artıq başlayır günahlarla özünü yormağa, həyatını çətinləşdirməyə, nəticədə bu çətinlikdən xilas ola bilmir. Sonda bu duanı edərək və sizlə bugün sağollaşıram. Allahümmə fukkə kullə əsir, ilahi, bütün əsirləri əsirlikdən azad elə. Əsl əsirlikdən azad olmaq, bütün iradələrin köləliyindən xilas olub, ilahi iradənin, ilahi hakimiyyətin xidmətində duraraq, onun kölgəsində yaşamaqdır. Əsirlikdən azad olmağın fəlsəfəsi bundan ibarətdir. Ona görə Əmir-əl-Müminin buyurur ki, qiyamətdə belə olacaq. Onsuz da insan Allahın əlindən qaça bilməyəcək, mümkün deyil. Əli əleyhissalam Kumeyl duasında buyurur ki, ilahi, və la yumkinul firaru min hökumətik, ilahi, heç kəs sənin hakimiyyətinin altından qaçmağa bacarmayacaq. Allah bizdən istəyir ki, bugün onun hakimiyyətinin, iradəsinin kölgəsində yaşayaq ki, axirətdə onunla günah söhbəti deyil, gözəlliklərin söhbətini müzakirə edək və onunla görüşdən şad olmağı, qəlblərimizin şad olmaq ləzzətindən faydalanaq. Allahdan hər biriniz üçün əbədi ləzzətlər arzulayıram və ilahi iradənin əsasında yaşamağı hər biriniz üçün istəyirəm və sizlərdən də mənim üçün dua etməyinizi xüsusi xahiş edirəm. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.